Salam uşaqlar, bugünkü dərsimiz Cənubi Azərbaycan 2-ci Dünya müharibə illərində. Müharibə başlayarkən İran Almaniyanın əl altına çevrilmişdi. Almaniyanın İran arasında SSR-yə qarşı təxribatların qarşısını almaq üçün 1941-ci il avqustunda SSR və Böyük Britaniya İrana qoşun yeritdi. Bu zaman İngilis qoşunları İranın cənubunu, Sovet qoşunları şimalını, o cümlədən Cənubi Azərbaycanı tutdu. Rıza Şah diktaturasının süqutu və demokratik hərəkatın birinci mərhələsinə baxaq. Belə bir şəraitdə 1941-ci sentyabrında demokratik qüvvələrlə İngiltərənin təzyiqi ilə Rıza Şah istefa verdi. Onun oğlu Məhəmməd Rıza Şah elan edildi. Bununla da İranda Rıza Şahın hərbi polis rejimi iflasa uğradı və real hakimiyyət parlamenti və onun təşkil etdiyi hökumətlərə keçdi. Cənubi Azərbaycanda 1941 və 46 demokratik hərəkatın mərhələlərinə baxaq. Birinci mərhələ 1941-45-ci ilin yayına kimi, İkinci mərhələ 1945-ci ilin yayından 1945-ci ilin 12 dekabrına qədər, üçüncü mərhələ isə 1945-ci dekabrın 12-sindən 1946-cı il dekabrın 12-sinə kimi davam etmişdi. Cənubi Azərbaycanda milli mədəniyyətin və milli ideyanın inkişafı, Şimali Azərbaycan burada xüsusi olaraq göndərilmiş yüzlərlə partiya və sovet işçisi, ədəbiyyat və incəsənət təhsil və elm xadimləri böyük rol oynamışdı və 1941-46-cı ildə Şimali Azərbaycandan bura çoxlu incəsənət xadimləri gələrək konsertlər verir və əhali mədəni quruculuğun sayəsində yardım edirdi. Birinci mərhələyə fikirveri ADP-nin yaradılmasına baxaq. 1945-ci ilin yayında beynəlxalq vəziyyətdən bağlı olaraq Cənubi Azərbaycanda demokratik hərəkatın ikinci mərhələsi başladı və 2-ci Dünya müharibəsinin sonuna yaxın keçmiş müttəfiqlər İranla bağlı siyasətində fikir ayrılıqları yarandı. Soğuq müharibənin ilk əlamətləri məhz İran məsələsi üzündən büruzə verdi. Bu dövrdə Cənubi Azərbaycanda xüsusilə müxalif təbəqələrin olan insanlar Sovet İttifaqına və onun əlaqələri genişlənməsinə tərəfdar idilər. Bu mərhələdə Cənubi Azərbaycan demokratik hərəkatının qarşısına almaq üçün hakim dairələr kiçik silahlı dəstələri təşkil edib terror hadisələri törədir və köçəri tayfalar ilə əhali arasında etnik toqquşmaları törətməyə çalışırdı. Buna qarşısını almaq üçün 1945-ci ilin sentyabrın əvvəllərində Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Demokratik Firqəsi, yəni partiyası yaradıldığı haqqında xüsusi bəyanat qəbul olundu və Seyid Cəfər Pişəvərin partiyası əsasən və sədri də elə özü Pişəvəri seçildi. ADP-nin silahlı fədai dəstələri yaradıldı, demokratik hakimiyyət orqanları təşkil olundu və ADP-dən mətbuat orqanlarının Azərbaycan qəzeti ana dilində nəşr olunmağa başlandı. ADP-dən yaranması haqqında bəyanatda qeyd olunur ki, demokratik İran tərkibində Cənubi Azərbaycan muxtariyyətinin verilməsi və siyasi həyatda demokratikləşməsi, iqtisadi islahatların keçirilməsi nəzərdə tutulurdu. 1945-ci ilin oktyabrın əvvəllərində ADP-nin birinci qurultayı keçirildi. Qurultayda partiyanın nizamnaməsi qəbul edildi və rəhbər orqanları seçildi. Pişəvəri Mərkəzi Komitəsinin sədri oldu. Siyasi mübarizənin genişlənməsi qərar qəbul olundu. Mərkəzi hökumətin hücumunu qarşılamaq almaq üçün bütün şəhərlərdə yeni hakimiyyət orqanları yaradıldı. 1945-ci ilin noyabrında Azərbaycan Xalq Konqresi çağırıldı və bu qurum özünün müəssislər məclisi elan etdi. Müəssislər məclisi ölkəni idarəetmək üçün milli məclis çağırılmasını və milli hökumətin yaradılmasını tələb etdi və 1945-ci ilin noyabrın sonlarında milli məclisə seçkilər keçirildi. Demokratik hərəkatın 3-cü mərhələsinə baxaq və milli hökumətin yaradılmasına baxaq. 1945-ci ilin dekabrın 12-sində milli məclis işə başladı və Pişəvərin başçılığı yaradılan milli hökumətin tərkibi təsdiq olundu. Bu hadisə tarixə 21 Azər hərəkatı kimi daxil oldu. Milli hökumətin yaradılması ilə demokratik hərəkatın 3-cü mərhələsi başladı və hökumət 10 nazirliklərin, ailə məhkəmə və baş prokurorluqdan ibarət idi. Milli hökumətin Cənubi Azərbaycanda İran dövlətinin tərkibində ərazi müxtariyyəti tələb edirdi. Sovet qoşunlarının Cənubi Azərbaycanda olması bu irəli keçməsinə ümid verirdi. Eyni zamanda milli hökumətdə İran hökumətinə siyasi, iqtisadi və mədəni islahat keçirilməsi barədə müraciət etmiş, muxtariyyət məsələsinin müzakirəsi ilə bağlı danışıqlar hazır olduğunu bildirmişdi. Milli hökumət fəaliyyəti göstərdiyi bir il ərzində xeyli işlər gördü. Bunlar hansılar idi? İlk əvvəl deyək ki, milli hökumətin qarşısında duran birinci dərəcəli vəzifə ərazilərdə inzibati ərazi orqanları, əncümənlər yaratmaq idi. Bu məqsədlə şəhər, qəsəbə, kənd hakimiyyət orqanları seçkiyə keçirildi və yerli hakimiyyət orqanları yaradıldı. İndi 1946-cı ilin yanvarında keçirilən tədbirlərə baxaq. İlk olaraq yanvar ayında Azərbaycan dili rəsmi dövlət dili statusu aldı. Müəssisə və təşkilat kərküzarlıq işləri Azərbaycan dilində aparıldı. Milli azlıqlara öz dilində təhsil alma haqqı verildi. Azərbaycan dilində dərsliklər nəşr olunmağa başladı və milli ədəbiyyat daha da inkişaf etdi. Ana dilində qəzet və jurnalların nəşr olunması genişləndi. 1946-cı ilin fevralında Aqrar qanunu, yəni torpaq islahatı haqqında qanun qəbul edildi. Bu qanuna əsasən torpaq sayəsində kəndlər təmin olunmalı idi və torpaq islahatı haqqında qanuna uyğun olaraq kəndlərə torpaq paylandı. Bunlar hansılardır? Dövlət torpaqları və hökumətə tabe olmayan mülkiyyətçilərin, yəni mülkədarların torpaqları idi. 1946-cı ilin mayında əmək haqqında qanun qəbul olundu. Qanuna əsasən işçilərə həmkarlar ittifaqı vasitəsilə müəssisələrin işinə nəzarət hüququ verildi. Fəhlə və qulluqçular iş şəraiti xeyli yaxşılaşdırıldı və sahibkarlar tərəfindən istismar məhdudlaşdırıldı. 1946-cı ilin iyununda Təbriz Universiteti fəaliyyətə başladı. Bu da bir mədəni quruculuq idi. Milli demokratik hərəkatın yatırılmasına baxaq indi. Cənubi Azərbaycan həyatında demokratikləşməsi və milli hökumətin
İslahatları İranın hakim idarələrini təşvişə saldı və 1946-cı Cənubi Azərbaycanı demokratik hərəkətə yatırmaq üçün Şah hökuməti tədbirlər həyata keçirdi. ABŞ və İngiltərənin dəstəyini arxalaraq BMT iclasında İran məsələsinə baxılmasına nail oldu. Sovet qoşunlarının İrandan çıxarılması üçün İsrail ilə danışıqlara başlandı və bu danışıqlar nəticəsində Sovet İttifaqı imzalanan müqaviləyə əsasən İranın şimalındakı neft kəşfiyyatı və hasilatı barədə razılıq əldə olundu. Bunun əvəzində Stalin Sovet qoşunlarının İrandan çıxarılmasına razılıq verdi. Bağırov buna etiraz etsə də faydası olmamışdı. Sovet qoşunları geri çəkildikdən sonra İran hakim dairələri qoşunları Cənubi Azərbaycan müqaviləsi daxil olması milli hökumətdən tələb etdi. 1946-cı noyabrın sonlarında hücuma keçən hökumət qoşunları federal arasında döyüşlər baş verdi. Sovet hökuməti Azərbaycan, yəni Azərbaycan İran qoşunu müqaviləsi qarşısına məqsədi ilə dekabrın 11-də Pişəvəri və digər hərəkat rəhbərləri Sovet İttifaqına müraciət etməyə məcbur etdi və hərəkatın yeni rəhbərisi bütün silahlı döyüşkə meydan tərk etmək göstərişi verdi. Beləliklə Sovet hökumətinin təzyiqi ilə müqavimət dayandırıldı və 1946-cı dekabrın 12-sində İran qoşunları Təbrizə daxil olaraq milli azadlıq hərəkatını yatırdı. ADP milli hökumət rəhbərləri edam edildi. Beləliklə Cənubi Azərbaycanda hərəkat xarici amillərin təsiri nəticəsində məğlub oldu. Sovet rəhbərinin göstərişi ilə Sovet İttifaqından aparılan Pişəvəri 1947-ci ildə müəmmalı şəkildə Gəncədən Yevlağa gedən yolda naməlum şəkildə avtomobil qəzasında həlak oldu və bu demək olar ki, bu milli hökumətin fəaliyyəti bununla da başa çatdı. Cənubi Azərbaycan 2-ci Dünya müharibəsində şahid mövzumuz budur. Ümidvaram sizin üçün faydalı olar. Sizə uğurlar arzulayıram.